Hər birinizə salam. Bugünkü videomuz Batum vlogu olacaq. Batumda gəzdiyim yerlər, ümumiyyətcə e-ticarətdən falan danışacağıq bu videolarda. Çünki bura Batuma gəlmə səbəbimiz həm e-ticarət tərəfindən olub, həm də ki e-ticarətdən gələn gəlirlərimizlə gəlmişik bura. Belə deyim ki, sizlərə həm e-ticarətə dəyinəcəyik, həm gördüyümüz işlərə dəyinəcəyik, həm retail arbitraja, həm dropshippinga falan hər bir şey dəyinəcəyik və bu videoda çox maraqlı epizodlar olacaq. Çox bəyənəcəksiniz. Hər birinizə xoş izləmələr. Здравствуйте. Aleykümselam, aleykümselam. Geri Batuma, bu günləri Batum vloguna hər birinizə salamlar. Burada əlim düşür. Merhabalar. Maraqlı bir vlog gələcək. İzləmədə qalın. Batumdakı ən maraqlı aktivitelerimi göstereceğim daha doğrusu. Salam. Videonun devamı teyarda olacak. Salam aleyküm. Gedirik Batuma. Hələ buradadır. Saçım nə pis oldu be. Gəzməyə gedirik hələ ki, belə deyim, çox da böyük bir anı yoxdur. Batumda amma dəlixana olacaqdı. Hə, qardaşım sonra şərait quracaq. Aynen. Bayaqdan deyib aydakı sifarişlər də dayanmır. Həqiqətən deyirəm. Bir hardasa bura girənə qədər 15 sifariş qəbul eləmişəm də. Akıyor bu akşam maşallah. Biletin pulu çıxdı. Əsl ki, biletin pulu çıxdı. Hardasa bir $200 kardayıqsa, 200 manata bilet almışsa, 150 manata, bir 170 manata bir qıraqda pul qalıb. Otelin, evin də daha doğrusu pulu çıxdı. Çıxardırıq. Orasından nə qədər çıxacaq 100%. Gedək oradan sizə maraqlı bir dənə epizod çəkim. Sifarişlər oradan baxıb. Bu hesabla deyil, kompüterdə göstərəcəm sizə. Hesab. Dəlixana. Gedək orada çəkəcəm davamını. Təyyarədə. Uçağın kalkıyor Melih. Melih bak uçuyorsun. New York, Amerika uçuşuna Gedirik. Baxıram. Filmə baxıb sifarişlərə baxıram. Sifarişlər daha doğrusu gəlir. Bir dənə gəlib aşağıda gəlir. Yuxarıda gəlmir. Çünki yuxarıda Wi-Fi tutulur. Davamı yiyəcək ki çəkəcəm. Всем привет, друзья. Qardaşınız məskənində. Bağırma lan milletin içinde. Rus dilindəki söz bilirəm. Yəni tanış olun. Bu da nə isə daha deməyim. Gələcəkdi, fırlatdı. Ben mi demişim onu? Siz dediniz abi. Qardaşımız, gəlin sizə bir dənə otaq turu eləyim. Otaq turunu nətər eləyim mən sizə. Belli etə gəlin. Gözlüyüm bir dənə. Bunları bura qoyaq. Kəşf pulları. Dedim burada kassa var. Hə, nəysə, deməli otaq turumuza gedirik. Deməli heç nə, bu sumkaz zırt pırt. Deməli dəqiqə. Hə. Deməli otaq turumuza buradan başlayırıq. Çox böyük otağımız. Bu nəysə, belə yataq otaqdır. Bu televizordur. Yəqin ki şey də var. Zor investisiyadır həqiqətən. Bu nə bilim, burasıdır, bu mənzərəsi buradır. Buradan bura qədər. Sizə videolar yəqin ki buradan gələcək. 2 günün, 3-4 gün video gələcək buradan. Belədir. Sonra bir dənə oraya tam döşəməli bir yer olub. Yaxşıdır. Feni var, tərlik də var imkanı, bayaq demişdim sana. Super, yəni əladır. Dəyər, yəni qalmağa deyir. E-ticarətdən qazandığın pulları harada yiyirsən, burada yiyirsən dostum. Deməli, heç nəyəm belədir. Qardaşımız indi bir dənə buradan nəyə gözləyim? Buradan belə gəlir. Gəlir qardaş, buradan. Gəl burada belə. Gəl burada belə. Yine yanır. Bir şəkil zat çəkdirir. Sonra bir dənə çıxardır kompüteri. Kardeşimiz çıxardır kompüteri, bir dənə tez sifarişlərə baxır. Tamam reis, bu kadar abartmaya gerek yok. Yani anladık, sen tehlikesin, tehlikenin içinden geldin. En tehlikelisi de sensin. Bir dənə tez sifarişlərə baxaq. Mən təyyarədə olanda millət, deməli təyyarədə olanda bilmirəm. Sizə demişdim də nə qədər sifarişin gəldiyini. Güncəl sifarişlərə baxıram indi. Oturum yerə bir dənə.
Deməli güncəl sifarişlərə baxmışdıq. Görək indi otağın pulunu çıxarda bilirikmi? Evin pulunu çıxartmışıq səyyarədən. 1, 2, 3, 4, 5, 6, 7. İngiliscə danışırlar. Mən də başa düşürəm, prostoji dilim dolaşıb da. Buranın Wi-Fi'si. Merhabalar. Orbisity D1 21 13 200 211 21 13 A7. Konuş artık. Deməli bir dənə səhvim oldu ki, məndə pullar hamısı kəşdir. Nağd şəkli gətirmişəm üstündə. Rest. Gelsin paralar. Gelsin paralar. Bol şans koçum. Eyvallah abi. Düşünürəm ki, bir sahada falan gələcəm, o kimdə mən yerləşim evimə, eşiyimə. Gəlmişəm istirahət eləməyə, düz demirəm dostlar. Yəni işin başını buraxmaq lazımdır. Arada bir yəni belə gəlməlisiniz, gəzməlisiniz, çalışdığınız qədər mənzərəyə baxmalısınız. Yəni belə. Life is good. Evet. İngilizceniz nasıl? Yəni həqiqətən deyirəm, çox bəyəndim. Yəni məsələn burada ad nə idi? Şeylər var, kazinolar var. Əsla heç bir zaman bunları tövsiyə görmərəm. Heç bir zaman da oynamayın. Sonra belə Marriott-dur, sonra bəlkə bu gün getdim Alinaya, bəlkə deyirəm yəni. Sonra belə qəşəng bir şey var burada, belə. Böyük ehtimalın oralardan falan bir dənə jet ski falan götürərəm. Və belə aşağısı da belədir yəni. Bilmirəm indi bu aşırmı, belə şey sağ tutublar bunu, direnç falan qoyublar, yoxsa nədir? İnşallah ki aşmaz. İnşallah ki. Aşağıda oxşamır ya, amma nəysə də qorxuram biraz da burada. 26-cı mərtəbədəyim. Buradan yerə düşsəm böyük ehtimalla xırtxəşli olacağam. Yəni tez bazar bir dənə paltarımızı dəyişirik. Bir dənə qəşəng estetik görmüşdü bir dənə paltar. Yəni sizlər də böyük ehtimalla izləmədə qalsaz. Kofta zordur. Koftaya söz yoxdur. Şortik də öz yerindədir. Yəni taktika nədir bəs? Şeydir, nəysə. Birazdan siz harda dəlixan olacaq. Mən düşdüm bu şəhərə var ya, şəhərin canına. Vso. Tamam kardeşim. Videonun davamı şəhərin canında olacaq. Deməli bu günləri indi dedim gəlin molla gireyim. Molla belədir, yəni Azərbaycan molları həqiqətən bundan daha üstün. Ben Türk milliyetçisiyim arkadaş. Bu ülkenin bayrağına... Yaxşı deyəsən, siz necə? Yəni biraz yazıları qəribə gəlir adama. Mənə qəribə gəlir, bəlkə də indi mən nəsə problem var məndə, amma belə yaxşıdır. Yəni xoşuma gəldi. Eyvallah kardeşim, kesene bereket. Yəni ölkə olaraq yaxşı ölkədir deyə bilərəm. Levis falan var, türk şirkətləri var, türklər də var hətta. Çünki türklərə də çox rast gəlmişəm. Biz boşuna mı buradayız babayı? Sonra belə deyim sizə, anksiyete burada. Belə anksiyete yox idi, amma belə burada vapşe. Adam ağın çarpmaq istəyir. Alışveriş yapmak istiyorsunuz. Kasiyer yok. Abla, kasa. Böyle yaparsan zaten gelmez. Özgüvenini sesini yansıtman gerekiyor. Bir tık. Örnek olarak. Kasa! Bu kadar. Bəzən məsələn bəzi satıcılar götürür eBay-də, eBay-in daxilinə daha doğrusu götürürlər nə qarırlar? Səhv, yanlış məhsulları stokku ticarət eləyən tanımıram, yenə deyirəm. Amazonda falan eləyənlər deyirəm. Analiz üsulu onsuz da hamısında demək olar ki eynidir. Yanlış məhsulları hisslərinə qapılaraqdan götürüb list edirlər. Bax, usta dönərci falan. O məhsulları düzgün analiz etməyib, hisslərinə görə, etdiklərinə görə çoxsu
problem yaşayır və məhsullar əllərində qalır. Məsələn, mənə yazan nə qədər adam olub ki, məsələn, sən necə analiz edirsən məhsulları falan. Olan hər birinə demişəm, yenə də deyirəm, məhsulları hisslərinizlə paylaşmayın. Yəni hisslərinizə güvənib, yəni məhsul %100 satacaq deyə paylaşsanız, əmin olun ki, o məhsullar satılmayacaq. Baxın, məsələn, burada kameranı düzəldim. Baxın, usta dönərci falan var. Türklərin yerləri çoxdur, yəni həqiqətən. Tokyo House var, Karpi Pizza var. Belə yazıları biraz qəribədir. Mən həqiqətən çox qəribə gəlir də adama. Bir də ki, burada yəni bizim mollarda məsələn deyirəm, bizim mollarda şeylər var da, Bravo falan var, düz demirəm. Burada tapa bilmirəm mən bayaqdan yəni. Bəlkə buradan adı nədir, iPhone falan alaram gələndə Bakıya. iPhone qiymətləri deyilənə görə burada düzdür. Həm də burada biraz uzun süre qalacağım üçün tezə burada qalmayacağım, edirəm. Vlogların çoxsu gələcək, çox ölçüdən vlog gələcək sizlərə. Maraqlı yerdir, turist axını çoxdur. Əsasında Rus var. Mən çox qabağıma çıxdı. Hətta Azərbaycanlılar da çıxdı qabağıma. Danışdıq falan. Harada yarısa falan. Biri Əhməddə qalırmış, bizə yaxın imiş baya. Maraqlıdır yəni. Əsas o ki, Gürcüstanda öz həmyerlilərimizi görmək daha yaxşıdır. Sizcə bir bulut var, düşünün ki, insanların üzərindədir və hər kəs o şeylə riayət edir, o buluda görə həyatlarını yaşayır. Hər kəsin üzü asıqdır deyim, belə deyim sizə. Amma yəni buradakı insanlarda görə bilmirsiniz. Yəni hər kəsdə müsbət aura var, pozitiv. Yəni insan elə həqiqətən səyahət edədiyində çox sevinir. Deməli Konuş artık. burada nə qədər Rus var. LCY2 var. Bakının dizaynından çox yaxşıdır. Bir də komissiya. Manatı elə bilin ki, mən 100 manatı 5 manat komissiya ilə dəyişdirəm Lariyə. Yəni hər 100 manata 5 manat elə bilin ki, əlavə şey tuturlar. Mənim ağılsızlığım harda oldu? Mən götürdüm pulun çox hissəsini kəş gətirdim üzərimdə. Kəş gətirməməliydim, karta vurmalıymışam. Yəni mənim ən böyük səhvim o oldu. Böyük ehtimalla da indi dediyim kimi 5 günə falan eBay-dən payotsu gəlməlidir. O payotsu gözləyirəm. Əgər o payotsu gəlsin, birbaşa payner kartlarından istifadə edəcəm. İndi də istifadə edə bilirəm. Prosta ki, üzərimdə kəş qalıb deyə o kəşi bir yerdən sonra bir şey eləməliyəm, yəni işlətməliyəm mi deyim, nə deyim sizə. O kəşi çalışdığım qədər yox eləyəcəm. Hardasa bir karta da vuram eləməyə, iş orası ki. 2000 manata yaxın bir kəş var üzərimdə. Paynerdən də hardasa gəlməlidir 5 günə 2000 falan dollarla. Ondan sonraki günə də payos gələcək. Prosta ki, əsas gözlədiyim 5 gün ərzində də payos. O payos gəlsin, rahat hərəkət eləyə bilirim. Çünki hər yerlaridir və elə bilin ki, mən məzələni beynimdə şey eləyə bilmirəm. Türkiyədə məsələn mən məzələni beynimdə şey eləyə bilirdim. Məsələn bu nə gəldi, bu nə gəldi, təxmin eləyə bilirdim. Burada pul algın itir. Ümumiyyətlə xarici səyahət edəndə pul algısı itir insanda. Və bir də bunların mollarda yoxlama yoxdur. Yəni bir içəriyə bomba falan salsa, yəni heç kim şey eləmir. Yəni security də yoxdur, yəni görmürəm. Yəni mən görmürəm falan. Bir də ki, məsələn, bunlarda Orbi'dir əsas şey, elə deyim sizə. Orbi daha çox şeydir. Elə bilin ki, bizim Sibris kimi deməyək, Sibris tamam başqa bir şeydir. Ama Orbi bunlarda daha çox şeydir. Üstünlük verirlər insanlara. Otellərdən çox daha çox Orbi'də qalırlar. İndi bilmirəmmi, daha çox tanınıbmı, necədirmi? Amma belə baxıram ki, Orbi daha çox üstündür. Yəni belə. Bir də ki, məsələn, indi mən yolda məsələn küçədə kamera ilə falan gəzirəm də, insanlar mənə heç şey eləmir də, yəni kamera, məsələn belə demirlər. Amma
size dediyim Azərbaycanda məsələn falan kamera görürkən insanlar şey görür. Məsələn bu əjdaha falan görürlər, yəni o dərəcədə bizmişlər qorxuda kameradan, yəni. Kontentinə də fərq var. Yəni elə veriliş var ki, Metronun içində bu nə dəl çəkir? Yəni inşallah videonun ən maraqlı yerlərini falan. Məsələn belə xiyar adamlar da var burada. İçib özüm buraxanlar. Hər nəysə. Yəni bu video dolu olacaq. Çalışacağım bir 30 dəqiqəlik falan sizə video göndərim ki. Ben buna benim kafam basmaz. Yok baba bu olay beni aşar. Tamam güzel video atmışsın da benim kafam basmaz buna. Editörcüdə qəşəng maraqlı yerlər eləyəcək böyük ehtimal inanıram. Həm gülməli, həm motivasiyalı, həm işlə bağlı. Yəni belə mən sizə bayaq keçən dəfə dediyim kimi ölkəni elə bir iki yerə ayırdılar. Biri yetimlər, biri varlılar yeri. Məsələn mən bura gəldim ki, yetimlər binasında görürəm. Bəzi binalar biz elə bir tam tikilməyib bu ölkə. Bu şəhər daha doğrusu. Nəysə. Gedək biraz da o bir tərəfə, o bir tərəfdən sizə davamını çəkəcəm. İki biraz uzağa deyək. Mən itlərdən qorxuram. Paşa, biri kapının orada kadını dövüyor oğlum. Paşa, biri kapının orada kadını dövüyor. Hə, deməli baxın, bu Ali ilə seriozdur. Burada jet ski falan var. Prosta gecə vaxt jet ski sürməyə marağı yox. Lan bu pizza yeme bana. Ne yapacaksın lan tam pizzaysa? Zaten yemişsin ayı gibi olmuşsun. Pizza yemesin ne olur, yarısını benimle bölüşsen ne olur? Baxın. Məsələn, bunlar deyəsən belə yaxınlaşıb eləyirlər. Tam tuta bilmirəm mən məsələni. Burada okyanus şey var. Okyanus gəzintisi deyirlər, nə deyirlər? Bir də burada belə şey var. Belə kaçellidir, yəni göyə fırlanır. Mən bura minərəm axı mən bura. Mən bura minərəm axı. Şimdi işin rengi değişti hocam. Kusuruma bakma. Hissiyədi 15 sözlə gözlə bir dənə qardaşımız bir dənə tikit alsın. 15'lar idi də. Mən ingiliscə gülməyin ha. Hi. How much ticket? Optimus Prime, Megatron ve Bumblebee Bey hangi film serisinde yer alan karakterlerdir? Harry Potter, Star Wars, Transformer, Tony Torsi. 50? One minute. A few moments later. Qardaşımız bir dənə tikit aldı. Belə bir şeydir, nəysə. Gülməyin, yenə deyirəm, ingiliscə çox praktik elətdirməmişəm. Yəni çıxıb sizə yuxarıdan video çəkmək üçün mən burada bilet almışam. Mən Bugün de gözleşirdik. Bu adam oradan oynuyor. Kalpten oynuyor. Bitti, anladın mı? Aynen öyle. Ben ingiliscə həqiqətən kursa getməliyəm. Mən kurs önərim. 15. Mən bilirəm normalda. 1 2 3 4 11 12 13 14 15 18 19 Yox, 16 18 19 nə bilim nəsə belə ki, bunlar girir. Mən də baxıram yetim kimi. Yaxşı ki bu yerdə zınaqları qoyublar ha. Mən biabır olacaqdım ha uşaqlar. Mən biabır olacaqdım. Nəysə, sadəcə mindik. Mənim rus dili bilməməyimdən biabırçılıq. Mən rusca da bilmirəm, ingiliscə də bilmirəm. İngiliscə bilirəm, prosta yala yarımçıq da. Maraqlı dəqiqətən maraqlı. Tək səyahət eləmək, mütləq şəkildə tək səyahət eləyin. Mütləq şəkildə deyirəm ha, mütləq. Deməli yavaş-yavaş qalxırıq. Mən bu ərəfədə sənəddən danışım. Mənim eticaret hekayələrimdən birini danışım. Eticaret hekayələrindən deyərkən Zaryatkama bir dənə tez göz gəzdirim. Oh my god, azalır. Azalır, təzə çəkməliyəm sizə buraları.
ticarət bilgilərimdən qalxırıq. İnşallah ki, yuxarıda qurtarmaz. Yəni, buranı çəkeyim, 17% zərət qalmalı. GoPro-nun zərət qalıb, dəhşət süpər. Tez qalx, qardaşım, tez qalx. Oba, qalxır. Bamballar bizdən yuxarıdadır. Niyə deyirəm bunlar bamballar? Həqiqətən deyirəm, çox belə zəhləm gelecek mənim insanlarda. Rahatsızlık vermek için geldik, rahatsızlık vermeye devam ediyoruz yani. Başka yaptığımız bir şey yok. Farkımız bu. Çox şey millətlər, necə deyim sizə, fürsətçi millətlər. Biz qoymurlar bir şeydən biz pul qazanaq. Allah ki, bir şey, yeni bir şey çıxır. Bazara olsa elə girirlər ki, adamı nəmi bütün həvəsini öldürürlər də, hər bir şey alırlar. Nəmi milyon dənə, neçə milyard əhalisi var, nəyi var da bilmirəm. Mən sizə biraz buraları təkim çox danışdım. Qardaşlar, mən buradan yıxılmaram ki. Yox, yıxılmaram hə. Mən sizə buradan təşimlər deyirəm. Ay, bu fırlanmaz. Ay, bu fırlanmaz. Bu fırlanar sən öl. Ay, bu fırlanar ha, polnu. Ama bu turbadan tutuldu onu da. Telefonum da geçse ne olur olsun. Abi yandı ha. Özümü ölüm desem bu yandı. Hayır, bu kalkmır. Oy sibil, bu ne diyeyim ben? Bu. Ha, korkum var ha. Abi bu kaç elli kalkır, ben kalkmıram axı. Ne yapradın? Oy sibil. Mən harda oturmuşdum? Bu mən burada oturum da tez. Ay, bu çox pis sallanır. Ay, bunun kəməri də yoxdur ya. Bir security kəmər zat taxdırın da qardaşım. Millət bax belədir. Belə görürsən. Ay, siz elə bilirsiniz mən zarafat edirəm, amma bu zarafatsız buna bax. Hay, bu ne yukarıdadır. Ay, burada gizli sesler gəlir, özüm ölüm. Oy zibil, yerə baxa bilmirəm nə yəni. Buradan yerə düşsəm mən ölərəm nə yəni 100%. Ay, bu tərpənir ya. Ben ne qaracam? O Rəbbim, ne olar kömək elə mənə ya Rəbbim. Allah'ım, ne olar kömək elə. Aha, insanlar nətər qorxmur. Qorxuram. Abi, turba da heç güvən vermir abi, turba. Heç güvən vermir. Heç güvən vermir. Neyse, mən biraz yüksəklik qorxum var. Azmaz var da. Ha, maxlan. Ha, fizika kuralları. Bundan tut da belə. Ha, deməli uşaqlar. Deməli uşaqlar. Baxın. Qardaşımız burada. Maraqlı da. Maraqlı da. Yorumlara bildirərsiniz. Zarat qalıb tutarım. Mən siz aşağıdan düşəcəm. İndi heç nə burada ən dibdəyəm, mən yuxarıdayam. Bambılı kimi. Aşağı belədir, yuxarı belədir. Mən sizə düşəndə daha detallı göstərəcəm. Bay bay. Qardaşımız gəlib güləşə baxmağa. Deyə orada güləşirlər, bizimkidir. Davay canavar. Ukraynalı dassan. Aman. Geri gel.
Ay, crunch oldu ya. Kardeşim biz güreşladığımız diyen oğlanlar da var. Kamera, show me kamera. Wow, amazing. Yeah, record me. Thank you, bro. Where from? I'm from here, Georgia. Georgia. You, where are you from? Azerbaycan. Azerbaijan. Let's make sense. Thank you. Давай, Шайния, такая булига. Going around ring A, representing Ukraine, Vasha Dalyori. Aleksey Galimurto, Vasha Dalyori, Ukrayna. Kardeşim uçtu ya. We are brothers. Georgia and Azerbaycan. Azerbaijan. Kardeşimiz paraşütte. Gedirik Lamborghini şeyə bağdaydı. Ay dedi, ay qorxuram ya sən. Bərk qorxuram. Çox bərk qorxuram. Bizim əməkdaş apardılar. Paraşütdən sadəcə indi tam detal çəkəcəm. A few moments later. Allah bu nədir? Oy zibil çok zor daxı. Uçuyoruz Fuat abi. Ay çok qəşəngdir Allah haqqı. Baba. Oy zibil 300 metre keçmədi mi? Baba belə aşağıya bak. Enter bir eləmə belə. Oy zibil çok qalxırıq. Kalkırıq eləmir. Oy zipi. Oy ayıqladım ayıqlara. Oy zipi. Bir anla bax. Oh my goodness. Ya Batıma baxın, yəni balaca şəhərdə yəni ya. This is a game. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bunu alın. Bak bunu buradan alın. Gel kardeşim gel. Oyda, ona bab deyək, gör nə qədər uzaqlaşır. Birazdan dəlisov şeylər alacaq burada. Qardaşımız yıxılmaq istəyir. Deyir, ölmək istəyirəm, ölə bilmirəm. Oy, oy, oy. Salam qardaşım. Ay, çox ləzzətlidir ha. Uçuruq ay sənə. Oy. Deyir, bir zaman uçmaq istəyirdim. Çox maraqlı. Deməli, mən buna nə qədər pul verdim? Hardasa buna 150 lari verdim. Bizim pulla hardasa 100 manat edir. Rovna. Buna 100 manat verdim. Bir dənə də jet ski var. Ona da verdim 100, 200, 100, 300, 350 vermişəm də. 230 manat ümumi pulum çıxıb. 230 manat. Jet ski də var hələ. Ya buna baxın. Cənnət deyə. Yəni ayağım altında var bir dənə. Yəni adam yıxılıb ölmək istəyir. Buradan suya tullanmaq. Nə bilmirəm, bir dənə buna baxın. Yəni buradan suya tullanmaq nə bilim. Çox maraqlı olardı mənim düşüncəmdə. Batuma baxın, buradan baxanda deyirsən, Batum heç nədir ki. Batumun tərsinə gələndə deyirsən, Batum bir cənnətmiş. Ümid eləyirəm mənə qəşəngliklər eləyəsən. Ya sus sen! Sus! Şuna bas buna bas! Allah mənə qoruyan heç nə yoxdur. Oy sibil. Ay mənə qoruyan heç nə yoxdur. Arxaya fırlansam mən gedirəm. Oy yaxşı ki fırlanmamışam ha. Sıkıntı kardeşim ya. Harbi. Arxaya fırlansam gedirdim ha mən. İndi fərqinə vardım. Yəni mənə qoruyan heç nə yoxdur ki orada. A few moments later. Qardaşımız jet skidə. İdarə eləmək dəhşət çətindir.
çok zor hisseder. Yıkılmışım ha. Salam aleyküm. Bugün yanlışlara geri dönməkdir. Dünənləri o jet skidir, paraselindir, paraşütlə uçmaqdır. Bir də videodur, hamısına bir 350 manat pul vermişdim. Aşağı düşməliyəm və pul kəşf eləməliyəm. Gedirəm təzədən jet skiyə minməyə. 150 lar 100 manat verirsən, 20 dəqiqə sürürsən. Dedim təzədən indi 20 dəqiqə sürəcəm. Çox maraqlıdır. Çünki bu gün niyə sürürəm? Su şeydir. Dübbələm düzdür deyə daha rahat sürət yığa bilirsən suda. Yəni bu gün sonuncu videodur. Yəni son videoda dedim daha da maraqlı olsun sizlərə. Bunları gördüm yolda. Hindistan sokak lezzetləri. Qardaşımız rahibdir. Salam qardaşım. Hindistan sokak lezzetləri. Eşq olsun, eşq olsun. Bir, hər dinə ayrı hörmətim var. Prosta bunlara ayrı hörmətim var. Guys, necəsiz? Bu günləri artıq Batum vlogunun sonundayıq. Niyə sonundayıq? Çünki bundan ən qəşəng məqamlar var idi. Məsələn, bizim teknedə videomuz, maraqlı şeylər oldu. Burada çoxlu tanışlıqlar oldu. Azərbaycanlı, xarici, türk, Gürcüstanlı. Olduqca yaxşı idi və çox maraqlı bir, belə deyim, Batum vloquydu. Düşünürəm ki, artıq yeni yerdəyik. 4 dənə ev dəyişmişik, yəni düşünün. Çox maraqlı idi. İnşallah ki, videonu izləyərkən bəyənərsiniz. Durdum tez, dedim ki, videomu bitirişini də hazırlayayım. Bu videonu izləyirsinizsə artıq hardasa ayın əvvəllərindəyik, hardasa ayın 6-sına 7-sinə video paylaşılmış olar yəqin ki, ya da 5-6-sına. Hər birini sevirəm. Daha gözəl videoların gəlməyi üçün kanalı izləmədə qalın. E-ticarət haqqında daha da maraqlı və e-ticarətdən hardan hara gəldiyimiz haqqında çox gözəl videolar gələcək. Hər birinizi çox sevirəm, hər birinizə uğurlar.